lazım deyil. Nə lazımdır? O bayaq dediyim sualın cavabını düzəltmək lazımdır ki, mən deyəndə ki, pul problemini sizdən götürsəm, sizdən geriyə nə qalır? Siz mənə deməməlisiniz heç. Uje bir məna tapmalısınız, böyük şəkil və həyatınızı o böyük şəkilə yapışdırmalısınız. Pul probleminə yox. Bunu edə bilsəz, çox işləm, ümumiyyətlə həmişə deyirəm yoldaşlar, baxın. Kim ki düşünür ki, çox işləsəm çox qazanaram, o insan yanlış yoldadır. Çox işləsəm çox qazanaram, onda nə bilim, ən çox qazanan kimlər olardı? Fəhlələr əlbəttə. Çünki ən çox əziyyət çəkən onlardır. Səhərdən axşama dururlar burada, 20 yanvarda gözləyirlər, aparatlar əlində və s. Axşama qədər 10 dənə evdə işləyirlər. Qazanırlarmı? Çox yox. Ən çox qazananlar hardadır? Mən sizə deyirəm, ən yaxşı tanışlıqları mən harda qururam demişdim yadınızda. Ən bahalı otellər şəbəkəsində, xüsusən dəniz kənarlarında ən yaxşı işgüzar, tanınmış insanları görə bilirik biz.